olmaz, yalan danışmaq olmaz, nakam qalmaq qorxusu var. Məhəbbət birdən tutar, səni susuz aparar. Əziyyətin çəkənə gündüz qara gecə olar. Söhbətin davamı var, biri var ədası var. Nə yerə nə gəl sıxar, ay, ay, ay. Bax qaşına gözünə, işvəsinə sözünə, can qurban beləsinə. Qiyamətdir aman aman. Bal, 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 bal kimi gülü var. Bal, 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 bal kimi gülü var. Görən olacaq bu yar kimin, görən olacaq bu yar kimin. Bal, 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 bal kimi gülü var. Bal, bal, bal kimi gülü var. Görən olacaq bu yar kimin, görən olacaq bu yar kimin. Şekerim benim, yerim seni. Qara gözlərim vurdun məni ürəyimdən. O sanki süpərisi, gözəlliyi ilahəsi. Yoxdur onun kimisi, düz sözə nə deyəsən. Fikirlərim dolaşır, ay dilim dodağım çaşır. Yuxularıma gəlib aparır məni özüylə. Bax qaşına gözünə, işvəsinə sözünə, can qurban beləsinə. Bal, 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 bal kimi gülü var. Bal, bal, bal kimi gülü var. Görən olacaq bu yar kimin, görən olacaq bu yar kimin. Bal, 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 bal kimi gülü var. Bal, bal, bal kimi gülü var. Görən olacaq bu yar kimin, görən olacaq bu yar kimin. Biri var. Bal, 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 bal kimi gülü var. Bal, bal, bal kimi gülü var. Görən olacaq bu yar kimin, görən olacaq bu yar kimin. Bravo. 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 Gör neler yarattı. Hayır ya. Faik Ağayev, necəydi dadı? Qəşəng idi, bal kimi idi. Əlaydı. Biz Muradla ilk notlardan tutmadıq ki, nə mahnı gəlir. Hətta bizə bu dekor da heç nə demədi. Amma Fəxri, oy adını dedim. Oo! Fəxri oxuyan kimi... Fəxri? Hə, Fəxridir. Fəxri? Fəxri İsmailov. Fəxri oxuyan kimi başa düşdüm ki, bu Muradın mənə 2009-cu ildə yazdığı Bal kimi mahnısıdır və bizim Muradla ilk işbirliyimizdir. Daha sonra Riyaziyyat mahnısı gəldi və bu Hələ biri də gəlir. Bu günləri mənə söz Hələ verdi biri də ki, yoldadır. Biri də yoldadır. Əla səhnə həlli var idi. Çox gözəl səhnə həlli var idi. Arılar, bilməm, arı pətəyi, atın o Pətənəyi. gözəl, qəşəng enerjisi. Görsən, ram etdi bütün zalı. Düzdür məzdə? Çox gözəl. Mən nəyə görə Fəxri dedim? Bəyalar ipucuda söylədi ki, biz Koroğlu ilə çoxlu yollar getmişik, amma elə olub ki, yarı yoldan qayıtmışıq. Biz nə qədər də sevsək, nə qədər də azarkeşlik etsək, əfsus, amma Fəxri ilə İlkin Dövlətov Avrovision'da bizim gördüyümüz, bizim gözümüzlə gördüyümüz yeri tuta bilmədi. Mənə elə gəlir ki, yarı yoldan qayıtmaq buydu. Fəxrinin çox maraqlı energetikası var, enerjisi var və mən onu qıratda görürəm. Maraqlıdır. Coşqun bəy, siz də təsdiqlədiniz sanki Faik bəy deyəndə, yoxsa mənə elə gəldi? Təsdiqləmək istəyirəm, amma Fəxrinin yanında İlkin də dayanmışdı da. Bu niyə İlkin olmasın? Amma çıxışın möhtəşəm idi. İndi biz təxmin eləyirik də atın maskasının altında kimdir, hansı sənətkarımızdır, başlayandımı, çoxdan oxuyandımı. Bunlar hamısı təxminlərdir, amma kim olursan ol, çıxışın möhtəşəm idi. Əla idi. Hər dəfəki kimi yenə təəccübləndirdin bizi. Bax, müəllif kimi istəyərdim bu məqamda deyim. Hər bir bəstəkarlar indi bizi izləyirlər, yəni təsdiqləyirlər. Çox həyəcanlı mövzudur. Sənin motivi və yeni bir müraciət
necə görür bunu aranjmançı, musiqiçilər necə görür? Anar Keytermana təşəkkür Murad, edirəm. siz həm də ipuculara baxsaz ki, siz müntəzəm olaraq ötən ipuculara da bir nəzər yetirirsiniz. Baxıram, hə. Baxaq görək kimi deyəcəksiniz siz. Bax, mən indi bugün hansı fikirlə gəlmişəm, həmin o fikir biraz alt-üst elədi. Ötən dəfə Qırat bizə Maroon 5-dan Animals oxudu Bəli. və orada səsinin elə bir imkanlarını nümayiş etdirdi ki, çox üzr istəyirəm, bu Fəxridə yoxdur. Fəxri özünə görə yaraşıqlı, gözəl səsli, fərqli bir ifaçıdır. Amma Animals mahnısında Elnur Hüseynova idi. Samir Cavadzadə idi. Animals-da hə. Nadir Rüstəmli idi. İlqar Xəyalın oğlu Tima idi, amma Fəxri deyildi. Amma bugün Bal kimidə isə Elnur yox idi. Elnur yox idi. Amma bu mütəmadi olaraq Qıratın partnyoru, dostu, silahdaşı Koroğluya eyham etməsi bir mövzunu aktual edir. Samir Bu Cavadzadə. iki oğlanın duetindən gələn bir ifaçıdır. Bu ya Samir Cavadzadə Elnur duetidir ya da sizin dediyiniz versiyadır. Amma mən daha çox Samir və Elnur duetinin üzərində bugün dayanıram. Niyə? Çünki Qırat bugün dedi ki, bir xanım Yuxusunda hə. röyadan gedir söhbət, röyantısında bir xanım zəng edib və ölməz bir duet təklif edib. Qiyamətə qədər. Söhbət Röya və Samir Cavadzadənin ölməz deyin ona duetindən gedirdi. Onda Samirdir. Mən elə istəyirəm bu Samir Cavadzadə olsun. Nə olar? Samir sən ol da bu. Ya da ki Samir olmursansa Elnur ol. Çünki mənim variantlarım ya Elnurdur ya Samirdir. Təşəkkürlər Kamilə Babayeva. Təbəssümlə sizi Sağ ol. dinləmək istəyirik. Bal. Çox təşəkkür eləyirəm. Möhtəşəmsən. Həmişəki kimi ay Qırat. Səndən yoxdur. Sevimlisən, əzizsən. Məğrur bir duruşun da var ki, gəl görəsən. O ki qaldı, bugün mənim söyləyəcəyim ipuculardan yola çıxmağa çalışacağam. Bundan öncə mən də Fəxrini söyləmişdim. Onun üzərində hələ də dururam. Amma bugün başqa bir tərəfə də gedirəm. Çünki söylədi ki, mən yoldan döndüm, geri gəldim və yeni bir yola başladım və bu yolda yürüməyə davam edirəm kimi bir şeylər söylədi. Döndümsə bu bəlkə elə döngə qrupudur. Ondan əvvəl Dərviş qrupu olub. Döngə qrupu kim? Dərviş qrupundan ayrılıb döngəyə doğru gəlib Fərid? və olub Fərid. Fərid, hə, döngədəki Fərid. Dünya sənin, dünya Mən bir mənim. dənə versiya atmaq istəyirəm Coşqun bəy danışandan qabaq. Ya sən danışdın Ürəyim? Yox, bir nigar Bir versiya danışın. atmaq istəyirəm. Bu dediyi yuxuma duet. Bəlkə yuxu qrupunun solisti Cəsur Nemətovdur. Hə Murad? Nigar Camal, bəs sizin Bilmirəm. hansı təxminləriniz var? Hansı versiyalarınız var? Sadəcə duruşundan elə bir Fəxri durub. Fəxri əslində belə durur. Eynən Fəxri durub, yəni. Səhnədə Samir belə Fəxri durub. durmur, xeyr. Onun duruşu biraz fərqlidir. Samir bezib gedərdi. Mən də düşünürəm, ya Fəxridir, ya Samirdir, amma daha çox mən elə düşünürəm ki, Fəxridir. Çünki ya dedi, duruşu baxın, onu elə belə, o Fəxriyə biraz oxşayır. Gəlin, əgər biz ötən ipuculara da bir nəzər saldıqsa, yeniləyək bu ipucuları, daha doğrusu Yeniləyək. köməkləri. Dəyərli Qıratımız, buyur, özün haqqında 2 məlumatı ver. Birinci məlumat, Bu il ata olmuşam. bu il ata olmuşam dedi. Bu il o qədər adam ata olur. İkinci məlumat, Hələ ana onların demirəm. Atam həmkarımdır. atam həmkarımdır. O dedi ki, bu il ata olmuşam. Sonra dedi ki, atam həmkarımdır. Elşad Qarayev. Detektivlər hara getdi indi? İkinci versiya Mərdana gətirir. Çünki Mərdanın atası da musiqiçidir. Mərdan kimi o da məclislərə gedir. Mərdanın bu yaxınlarda dünyaya övladı gəldi. Amma qız oldu. Bəli. Qız oldu. Dedi ata olmuşam. Amma Da bu il demədi ata ki- olmuşam. Hə, mən elə bildim Mərdan bu il ata oğula. olubdu. Mərdan ola Bu il bilər. o qədər insan ata Mərdan olub ki, indi demiş gel ki, başa nə qədər düşsün. Yo da Sonra kim gəl Qırat məşhurlardan olub? bax. Yaxşı, gəlin Bir üzrə fikirləşək. Mən Aha. qaçırdım. Siz dediniz ki, atası həmkardır. Hə, Mərdanın musiqiçidir. atası. Hə, hə. Onda Mərdan həm də bu il ata olub. Onda bu Mərdan deyil. Çünki hər iki variant ona. Bizdə biri yalandır. Amma dəqiq Samir də deyil. Dəqiq Samir deyil. Bir dəqiqə, Fəxri versiyasının hərçənd Fəxri- ki, Fəxri mənim versiyam deyil, amma atam həmkarımdır
dedikdə burada Fəxri versiyası həqiqətini tapır. Çünki Fəxrinin atası məşhur aktyorlarımızdan biridir. Fəxri də artistdir, atası da artistdir və nəticədə atam həmkarımdır deyə bilər. Hörmətli detektivlər, beləliklə gəlin son təxminlərinizi eşidək. Coşqun bəy, İkisi də yaxın ola bilər bizim ata, amma birini seçməliyik. Yəqin ki, bu yaxınlarda ata olub, Mərdan da ola bilər də. Mərdan Kazımov. Mərdan. Kamilə Babayeva. Fərid, Hansı Fərid? döngə. Hə, döngə. Döngə. Aha, aydındır. Döngə. Uyda! Döngə qrupun Fərid. Uyda, de Murad, nə oldu? Mən dəli ola bilərəm. Aha, ol Mən da. bu məqamda dəli ola bilərəm. Aha, Təsəvvürünüzə aha, nə gətirsiniz yaxşı. dostlar, əziz tamaşaçılar. Biz illərdir həsrətində olduğumuz bir sənətçi var, Fərid Məmmədov. Hold me. Həmin Mən onu keçən oxuyan. dəfə nə də verdim? Bəlkə Gəlsin Fəridi də. olsa ictimai televiziya Azərbaycana qaytarıb və qırat bizim Fərid Məmmədovdur. Tamam, ata olub. Ola bilər. Hələ xəbərimiz Onun yoxdur. atası həmkarıdır. Ola bilər. Bu ehtimaldır. Ehtimaldır. Ola bilər. Amma kaş ki Fərid Məmmədov ola bu. Ola bilər. Son təxmininiz Faiq Ağayev. Fəxri İsmailov, Fəxri. Ola bilər. Nigar Camal. Sonra kim ola bilər? Fəxri ola bilər. Və Murad Arif. Son təxminləriniz. Mən darıxdığım üçün istəyirəm onun da şəkli olsun. Fərid Məmmədov. Ola bilməz. Detektivlərimizin bu ana olan təxminləri belədir. Bəs siz necə düşünürsünüz? Qırat maskası arxasında kimdir? Üçüncü qarşıdurmanın sonuna gəldik, çıxdıq. İndi səs vermə olacaq, amma səs verməni keçirmək üçün təbii ki biz üçüncü qarşıdurmanın birinci maskası Yad Planetini dəvət edirik. Yad Planeti burada. Qırat burada və üçüncü qarşıdurmanın səs verməsi başlayacaq. Amma başlamazdan öncə biz istəyərdik ki, detektivlərimiz auditoriya məsləhət eləsinlər. Hansı maskanın açılmağını istəyərdiniz? Coşqun bəy. Valla, hər ikisi bəğələ Kamilə ilə halal olsun. Bu dostluqdur, bu dostluqdur. Buyurun. İkiniz də əlasız, ikiniz də supersiz, ikiniz də möhtəşəm çıxış elədiniz, haqqını verdiniz. Haqqını verdiniz, ha, sözün əsl mənasında. Mən çox çıxılmaz vəziyyətdə qalmışam. Ağa, mən bir tərəf olmaq istəyirəm bu dəfə. Mən istəyirəm ikisi də finala keçsin. Kamilə Babayeva. Hansı maskasının açılmasını istəyərdiniz? Qırat qalsın. Qırat növbəti mərhələyə keçsin Hə. və Yad Planetinin maskasının açılmasını istəyirsiniz. Murad. Qırat yoxsa Murad? Murad, Mən deyirəm, Murad. Demək istəyirəm ki, dostlar, bugün Yad Planetli özündən keçdiyi. Bunu dəyərləndirmək lazımdır. Aha, yəni Qıratı çox sevirəm. Qırat inanılmaz istedadlıdır, amma bugün Yad Planetli plankanı qaldırdı. Və gəlin bunu dəyərləndirək. Yəni Gəlin Qıratı yeyək. Yox, bəs Qıratı yeyək. Qıratın maskası açılsın. Buyurun Nigar. Buyurun Nigar. Yad planet. Yad Planetli maskası açılsın dedi Nigar Camal. Və Faiq Ağayev. Gəlin istedada üstünlük verək. Və Qırat maskasını açsın, Yad Planetli qalsın. Oo, məsləhət belə oldu. Auditoriya, siz isə özünüz qərar verəcəksiniz. Hansı maskanın açılmasını istəyərdiniz? Əgər siz Yad Planetli maskasının açılmasını istəyirsinizsə, A düyməsini sıxacaqsınız. Əgər siz Qıratın maskasını açmasını istəyirsinizsə, B düyməsini sıxacaqsınız. Səs vermə başlasın.
Qaydalara görə bir maska gözləmə otağına maskanı açmağa namizəd olacaq. Bir maska isə növbəti mərhələyə keçəcək. İndi hal-hazırda auditoriya səs verir və onlar bir maskanı açmağa namizəd edəcəklər. Maraqlıdır ki, kimi? Stop! Baxaq görək, hansı maska maskanı çıxarmağa namizəddir? Hansı maska növbəti mərhələyə keçir? Növbəti mərhələyə Qırat Yad planetli Qırat Yad planetli Qırat Oo, kim? Murat! Növbəti mərhələyə keçir. Dəyərli detektivlər, Yad planetli. növbəti mərhələyə keçir. İkisi də. Növbəti mərhələyə keçir. Yad planetli. Öldürdüm Və buyurun, Yad planetli növbəti mərhələ